4 ay vardı ananın gözleri yol çekirdi. Başka bir derdi yoktu. Oğul derdiydi derdi. Sorurdu, balam hanı? Her cepheden gelenden. Ondan haber gelmeyir. Haber gelir ölenden. Yere mi battı oğlum? Göğe mi çıktı oğlum? Belki mən yanılmışam əzəldən, yoxdu oğlum. El bilir ki, uşaqlıqdan o naxələf olmayıb, ürəyimə damıb ki, oğlum tələf olmayıb. Bəs nədir? Yazmır anaya bircə kağız. Oğul, oğul deməkdən qabar oldu dil ağız. Buludlu səma idi onun dalğın baxışı. Gözlərindən yağırdı bir ilk bahar yağışı. Qəlbindəki ilk yara təzə idi. Bu ilki idi. Onu bu hala salan nübarıydı. İlki idi. Qalxırdı yatağından dan yeri söküləndə, hər qapı açılanda, hər qapı döyüləndə dikilirdi ananın gözləri bir nöqtəyə, sevinirdi. Oğlumdan bəlkə məktub var. 4 ay vardı ananın gözləri yol çəkirdi. Başqa bir dərdi yoxdu. Oğul dərdiydi dərdi. Tanımayan tapılmaz məhəllədə paçtalyonu. Hamı istərdi onu, hamı sevərdi onu. Onu tanıyırdılar adamlar addımından. Bir bayramdı çantası dolu gəldiyi zaman. Anaya şad xəbərlər gətirmişdi vaxtı ilə. İndi kağız almayan ana gələrək dilə söylədi paçtalyona bir neçə acı kəlmə. Məktub olmasa, bir də sən bu həyata gəlmə. Paçtalyon söz demədi. Dilsiz dayanıb durdu. Elə bir dağ başında onu ildırım vurdu. Ananın gözlərində sual gördü bir yığın. Başını yerə dikib dayandı. Sinəsini ötürüb sonra küçəyə çıxdı. Fikirlər, düşüncələr həssas qəlbini sıxdı, deyirdi öz-özünə. Ananın haqqı vardır. Geniş dünya oğulsuz onun qəlbinə dardır. 4 ay vardı, ananın gözləri yol çəkirdi. Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi. Günlər keçdi. Paçtalyon bu həyətə girmədi. Ana gözü ilə onu çox aradı, görmədi. Bütün həyətdəkilər öyrəşmişdilər ona. Hamı dedi, görəsən nə oldu paçtalyona? Bu qoca paçtalyon da anaya bir dərd oldu. Yolunu gözləməkdən hər gün gözü 4 oldu. Heç olmasa paçtalyon bu həyətə gələndə, məktub alan qonşular sevinəndə, güləndə, oğlunu xatırlayıb sevinirdi ana da. Ümumin sevincindən pay düşürdü ona da. Ana düşündü. Bəlkə qəlbini qırdım onun. Bəlkə bir məcara var başında paçtalyonun. Bəlkə onun da oğlu qanlı döyüşlərdədir. Xəstədir, baxan yoxdur bəlkə də paçtalyona. Evlərini bilsəydim, bir baş çəkərdim ona. Bundan artıq nə gələr ki əlimdən? Kaş ki, o sözlər mənim çıxmayaydı dilimdən. Məktub gətirməsə də qoy gəlsin, görək onu. Görməsə çatlayacaq bu dərdli ürək onu. Oğlumun ətri gəlir, onun hər gəlişindən, ümid, təsəlli yağır mehriban gülüşündən. Dərdli ananın artdı, indi birə 10 dərdi. Bir doğma oğul dərdi, bir də paçtalyon dərdi. Bir gün qapısı açıldı çox sürətlə. Qonşular çıxdı evdən təəccüblə, heyrətlə. Gördülər ki, paçtalyon əlində məktub gəlir. Elə bir caynağında qartal ov tutub gəlir. Aldılar bir qırpımda paçtalyonu dövrəyə. Məktub kimədir? Söylə, niyə dinmirsən? Niyə? Silləyib gözlərini ananın
Paçtalyon qanad taxdı öz ürək sözlərinə. Bundan neçə gün əvvəl məndən küsən, inciyən, məktub olmasa bir də bu evə gəlmə deyən mərhəmətli, möhtərəm anayadır bu kağız. Hamı bir səslə dedi, gözlərin aydın ay qız. Ana gözləri yaşlı, ətir saçan dilindən. Tez öpdü paçtalyonun məktub verən əlindən.